Sumqayıt şəhərində əhalinin rifahının yüksəldilməsi və şəhər infrastrukturunun müasir standartlara uyğunlaşdırılması istiqamətində həyata keçirilən geniş miqyaslı layihələr uğurla davam etdirilir. Sumqayıt şəhər İcra Hakimiyyətinin birbaşa diqqəti və tapşırığı əsasında icra olunan bu işlər şəhərin simasını əsaslı şəkildə dəyişməklə yanaşı, həm də illərlə yığılıb qalmış problemlərin köklü həllinə xidmət edir. Bu mühüm prosesin tərkib hissəsi kimi Sumqayıt Regional Qaz İstismarı İdarəsi tərəfindən Heydər Əliyev prospektində olduqca əhəmiyyətli yenidən qurma işlərinə start verilib. İdarənin yüksək ixtisaslı mütəxəssisləri tərəfindən uzun illər istismar olunaraq öz dövrünü başa vurmuş. 159 mm-lik yeraltı qaz kəməri tamamilə yenilənərək 225 mm-lik müasir polietilen borularla əvəzlənir. Sumqayıt Regional Qaz İstismarı İdarəsinin nümayiş etdirdiyi bu peşəkar yanaşma şəhərin qaz təchizatının daha dayanıqlı, təhlükəsiz və fasiləsiz olmasına imkan yaradır. Müasir texnologiyaların tətbiqi ilə aparılan bu qazlaşdırma prosesi şəhərin gələcək inkişaf perspektivləri və artan əhali sayı nəzərə alınmaqla ən yüksək səviyyədə icra olunur. Layihənin ən təqdirə layiq tərəflərindən biri isə qaz xətlərinin yenilənməsi ilə paralel olaraq yolların asfalt örtüyünün bərpasına xüsusi diqqət yetirilməsidir. Sumqayıt şəhər İcra Hakimiyyətinin ciddi nəzarəti altında yeraltı kommunikasiya işləri başa çatan kimi ərazilər dərhal müasir standartlara uyğun asfaltlanır. Yolların asfaltlanması işinin bu qədər operativ və yüksək keyfiyyətlə qabardılması şəhər sakinlərinin və sürücülərin rahatlığını maksimum dərəcədə təmin edir, hərəkətin fasiləsizliyinə zəmin yaradır. İcra Hakimiyyəti və Regional Qaz İstismarı İdarəsinin bu cür koordinasiyalı və nümunəvi fəaliyyəti Sumqayıtın müasir, abad və yaşayış üçün əlverişli bir şəhər kimi statusunu daha da möhkəmləndirir. Elvin Qudrətov, Şəmistan Fikrətli, Elbrus İsmailov bugün informasiya proqramı üçün.